Salam aleykum mənim dəyərli, əziz izləyicilərim. Necəsiz? Allahın mərhəməti, bərəkəti daim üzərinizə olsun inşallah. Cümənin bərəkəti üzərinizə olsun. Cümləzdən mübarək olsun. Allahın izni ilə. İnşallah ki, cümə günüdür. Allah dualarımızı qəbul eləsin. Zühr namazının təqəbatını inşallah ki, sizin üçün oxumaq istəyirəm Allahın izni ilə. Mehriban və bağışlayan Allahın adı ilə. İlahi, əgər günahlarım böyükdürsə, sən hər şeydən daha böyüksən. Əffin günahlarımdan daha böyükdür. Əgər təfritim çoxdursa, sənin rəhmətin daha çoxdur. Əgər xəsislikdə israr edirəmsə, sənin cömərtliyin sonsuzdur. İlahi, böyük günahlarımı öz əffinin böyüklüyünə və təfritinin çoxluğunun aşkar olan kərəminə bağışla. İlahi, xəsliyimi cömərtliyindəki üstünlüyün ilə məndən apar. İlahi, bütün nimətlərimiz səndəndir. Səndən başqa ibadət ediləcək məbud yoxdur. Səndən məxrivət istəyirəm və tövbə edərək sənə tərəf tuturam. Allahdan bağışlanmaq istəyirəm. Ondan başqa ilah yoxdur. Diridir. Hər şey onunla ayaqdadır. Rahman və rəhimdir. Cəlal və ikram sahibidir. İlahi, acizanə səndən istəyirəm ki, bu aciz, zəlil, fəqir, pərişan, miskin, düşkün, sənə sığınan, özü üçün heç bir fayda əldə etməyən və heç bir zərərin qarşısını almaq gücünə sahib olmayan, ölüm, həyat və təkrar, dirilmək, ixtiyar və iradəsindən xaric olan bu qulunun tövbəsini qəbul et. İlahi, doymayan nəfsdən, xuşu etməyən qəlbdən, faydası olmayan elmdən, yüksəlməyən namazdan və qəbul olmayan duadan sənə sığınıram. İlahi, səndən çətinlikdən sonra asanlıq, kədərdən sonra rahatlıq və sıxıntıdan sonra bollluq istəyirəm. İlahi, əlimizdə olan hər nemət səndəndir. Səndən başqa pərəstişə layiq olan ilah yoxdur. İstiğfar və tövbə edərək sənə üz tuturam. İlahi, səndən rəhmət və məğfirətinə səbəb olan işləri, hər cür bəla və atəşdən xilas olmağı, cənnətinə çatmağı, salam yurduna razı qalmağını, Peyğəmbərin olan Həzrəti Muhammed Salavatullaha qonşu olmağı istəyirəm. İlahi, əlimizdə olan hər nemət səndəndir. Səndən başqa pərəstişə layiq olan ilah yoxdur. İstiğfar və tövbə edərək sənə üz tuturam.